Salam, hər vaxtınız xeyir. Bugün Nizami Gəncəvi İskəndərnamə poemasına daxil olan Şərəfnamənin qısa məzmunu haqqında məlumat verəcəm. Əsər Feyləqusun oğlu İskəndərin doğulması ilə başlayır. İskəndərin təlim-tərbiyəsi ilə Niqumaş məşğul olur. Atasının ölümündən sonra İskəndər taxta çıxır və Niqumaşa söz verdiyi kimi oğlu Ərəstunu özünə vəzir təyin eləyir. Bu dövrdə həmçində Yunanlılar İran padşahı II Daranın tabeliyində idi. Ona baş xərac verməklə ölkələrini dağıntıdan, müharibədən qoruyurdular. Bir gün İskəndər eşidir ki, məhz bu Zəngibər şahı Pələngər Misirlərin üzərinə hücum etmək istəyir. İskəndər bu xəbərdən sonra qoşununu toplayır, Misir xalqına yardım etmək üçün gedir. Ancaq Pələngərin yanına elçi göndərir ki, bəlkə onu fikrindən daşındırsın. Ancaq Pələngər gedən elçini öldürür, qanını teşdə tökərək içir. Bunu eşidən İskəndər Pələngərlə müharibə etmək qərarına gəlir və onların ordusu qarşılaşır. Təbii ki, İskəndərin ordusu Pələngərin ordusunun üzərində qalib gəlir və Zəncilərin var dövlətlərini, bütün o sərvətlərini özü ilə gedəndə aparır və İran padşahı II Daraya da bu sərvətdən yarısını bac-xərac olaraq göndərir. Və bunu eşidən Dara bilir ki, İskəndər Zəngibər padşahını məğlub edib, bundan bərk narahat olur. Bu zamanda vergiləri miqdarını 2 qat artırır və xəracı daha çox istəyir. Həmçində İskəndərin ona tabe olmasını istəyirdi. Və İskəndər bu xəbəri eşidəndə bununla razılaşmır və Dara ilə müharibə etmək qərarına gəlir. Daranın 900 minlik qoşunu ilə İskəndərin 600 minlik qoşunu qarşı-qarşıya gəlirlər. Və İskəndərin qoşunu təbii ki, Daranın qoşunundan sayca az olmasına baxmayaraq qalib gəlir. Və Dara ona təslim olur. Həmçində İskəndər Daranın qızı Rövşənəklə ailə həyatı qurur. Geri qayıdarkən onu Ruma göndərir. Özü isə gedir Kəbəyə, Kəbəni ziyarət edir. Sonra isə səfərə çıxır, gəlir Azərbaycana. Azərbaycana gələndə Bərdənin hökmdarı Nüşabə haqqında çox xoş sözlər eşitmişdi və onu görmək istəyirdi. Onun sarayına elçi qiyafəsində gəlir, ancaq Nüşabə onu tanıyır və onunla əhd-peyman bağlayır. İskəndər onun ölkəsinə zərər vermədən oradan uzaqlaşır, gedir. Bundan sonra İskəndər şimala üz tutur, Dərbənd qalasını ələ keçirir. Bundan sonra isə Elbrus dağına tərəf hərəkət edir.